O hər zaman səliqəli geyimi və təmkinli duruşu ilə seçilirdi. Qara rəngli klassik pəncəyi, düymələri bağlı ağ köynəyi ilə sanki özündə nizam-intizamın rəmzini daşıyırdı. Sakit, amma qərarlı baxışları insanı ilk andan ciddiyyətə dəvət edirdi. Onun simasında sərtlikdən çox dərin bir düşüncə, daxili balans və intellektual güc görülürdü. Əllərini qarşısında birləşdirərək dayanması təkcə zahiri ədəb qaydası deyil, həm də daxili sabitliyinin əlaməti idi. Üzündəki yüngül təbəssüm isə bu ciddiyyətin arxasında gizlənən səmimiyyətin işarəsi idi. Onun haqqında alim qadın deyəndə ilk təsəvvür sadəcə bilik deyildi, həm də şəxsiyyət nüfuzlu idi. Auditoriyada danışanda səsi sakit, lakin qətiyyətli çıxır, hər kəsdə hörmət oyadırdı. İnsanlara yalnız elmi bilik deyil, həm də düşünməyi, sual verməyi öyrədir. Həyatın səs-küyündə belə öz sükutunu qoruyurdu. Sanki hər baxışında bir kitabın səhifələri gizlənmişdi. Oxumağı bacarana isə böyük dərslər verirdi. Auditoriyanın iri pəncərələrindən süzülən gün işığı otağı işıqlandırırdı. Tələbələrdən gələn xışıltı, dəftər vərəqlərinin çevrilməsi, pıçıltılar arasında o sakit addımlarla kürsüyə yaxınlaşdı. Pəncərənin düyməsini düzəltdi. Əllərini bir-birinə birləşdirib, sakit baxışlarla auditoriyanı süzdü. Sanki heç nə demədən belə hər kəsə hazır olun mesajını verirdi. Onun səsi yüksələndə otaqda dərhal sükut çökürdü. O qışqırmadan, sərtlik göstərmədən belə bütün diqqəti üzərinə çəkirdi. Səsi yumşaq idi, amma hər kəlməsində qətiyyət vardı. Tələbələrdən heç biri telefona baxmır. Heç kim vərəq çevirmirdi, çünki hamı bilirdi ki, o danışanda hər cümlə bir dərs idi. Yalnız elm haqqında yox, həm də həyat haqqında. Elm yalnız kitabda yazılan deyil, dedi o. Baxışlarını auditoriyada gəzdirərək. Elm insanın öz həyatına işıq salmasıdır. Biliklə davranış birləşməsə, o sadəcə yüklənmiş məlumat olaraq qalır. Tələbələrdən biri sual vermək üçün əl qaldırdı. Onun gülümsəməsi dərhal havanı yumşaltdı. Buyur, soruş, dedi. O an tələbələr başa düşdülər ki, bu qadın təkcə öyrədən deyil, həm də dinləməyi biləndir. O hər dərsində yalnız faktları izah etmirdi, həm də düşünməyi öyrədirdi. Düşünmədən əzbərlənən bilik sönük bir çıraq kimidir, deyirdi. Bəzən öz gənclik illərindən nümunələr gətirir, səhvlərini etiraf edir, tələbələrinə isə ümid aşlayırdı. Səhv etməkdən qorxmayın. Səhv insanı daha möhkəm edir. Onun baxışlarında bir qəribə sehr vardı. Sanki hər tələbə özünü ayrıca görürdü orada. Birinin xəyallarını, digərinin qorxularını, üçüncüsünün arzularını. Bəlkə də buna görə hamı ona yalnız müəllim kimi yox, həm də yol göstərən, hətta bəzən bir ana kimi baxırdı. Dərs bitəndə o yenə sakit addımlarla otağı tərk etdi. Heç kim gürultu çıxarmadı. Heç kim səs salmadı. Çünki tələbələr bilirdi, onun gedişindən sonra otaqda qalan sükut ən dərin dərsin özü idi. Sükutun nuru. Tələbələr onun haqqında danışanda belə ad qoymuşdular. Çünki o səsi ilə olduğu qədər sükutu ilə də işıq saçırdı. Gecə düşəndə auditoriyanın işıqları sönür, tələbələrin səsi uzaqlara qarışırdı. O isə çox vaxt sonuncu olaraq otaqdan çıxırdı. Masanın üstündə yığılmış kağızlara, qeydlərə baxır, hər tələbənin gələcəyi haqqında düşünürdü. Onun üçün bu iş sadəcə bir peşə deyildi, həyatının mənası idi. Amma heç kim bilmirdi ki, onun içində də bir başqa dünya yaşayır. Hər gün başqalarına ümid verən qadının gecə qaranlığında öz sualları vardı.
Görəsən mənim yolum doğrudurmu? Mən öz arzularımı həyata keçirə bildimmi? Gəncliyində o, böyük arzularla yola çıxmışdı. Dünyanı gəzib öyrənmək, yeni elmi kəşflər etmək, kitablar yazmaq istəmişdi. Amma həyatın özü başqa cür danışdı. Ailə məsuliyyətləri, seçimlər, çətinliklər. Onun arzuları bir az arxada qaldı. Bəzən içində gizli bir niskil hiss olunurdu. Lakin o heç vaxt peşman olmadı. Çünki hər dəfə bir tələbəsinin uğrunu görəndə, hər dəfə bir gəncin gözlərində işıq yandığını müşahidə edəndə öz arzularını onların arzularında tapırdı. Bəlkə də mənim həyata keçirmədiyim xəyallarımı onlar gerçəkləşdirəcək deyə düşünürdü. Əslində onun ən böyük gücü də buradan doğurdu. Öz daxili kədərini başqalarının ümidinə çevirmək bacarırdı. Onun təbəssümü bəzən yorğun olurdu, amma heç vaxt süni deyildi. Sanki o, təbəssümün arxasında minlərlə gizli hekayə vardı. Bir gün yaxın dostuna demişdi: "Mənim elimdəki ən böyük keşfim budur. İnsanın gücü yalnız bilikdə deyil, həm də sükutunda gizlidir. Çünki sükut insana özünü eşitməyi öyrədir. O sükut ki, auditoriyada işıqlar sönəndən sonra da onunla qalırdı."